Deməli, sosial şəbəkələrdə bir millət vəkili durur, deyir ki, ailələrə əgər uşaq pulu verilərsə, ailələrdə tənbəlləşmə gedər. Mənim indi sualım var bu millət vəkilinə. Xanım, siz ümumiyyətlə seçildiyiniz ərazidən xəbəriniz var. Siz ümumiyyətlə bilirsiniz mağazalarda qiymətlər neçədir? Od tutub yanır qiymətlər. Siz bilirsiniz, bəzi ailələrin uşaqları xəstədir, bəziləri heç dərmanını tapıb balalarına verə bilməz. Mən belə başa düşdüm ki, verilişə yəqin ki, öz villanızdan qoşulmusunuz ki, belə asad danışa bilmirsiniz. Seçiləndə bir çox insana xeyrində, şərində iştirak edəcəyiniz sözlər və s. var. İndi durub deyirsiniz ki, həmin məni seçən adamlar var, həmin adamlara niyə uşaq pulu verirsiniz ki? Bunu deyirsinizmi yəni? Niyə uşaq pulu verirsiniz, yoxsa kef eləyərsiniz? Mən sizi anlaya bilmədim. Siz millət vəkilisiniz də, yəni millətin dilindən danışan bir vəkil deyək buna, düzdürmü? Və siz durub kasıb kütləyə bu qədər hörmətsiz yanaşa bilmərsiniz. Yadınızdan çıxartmayın ki, sizi seçən o kasıb kütlədir. Sizi seçən o imkansız kütlədir. Ümidləri var ki, xəstə uşaqların anaları